Arzum 999 TikTok izləyicisinin haqqında video çəkmişdim. Çoxlu sayda baxış toplayıb, heç gözləmirdim belə bir şey, yalan deməyim. Və o çıxışımın nəticəsində demək rəhmətə gedən Hayf onun cavan canından, Hayf o yaraşıqda, o boy buxunda, böyük arzuları gözündə qalan balamıza çox Hayf. Çox üzülürəm. Onun anasıyla danışma imkanım oldu, səsli danışma və həmçinin qəza nəticəsində o cavan oğlanın həyat yoldaşı iki qulaqlarından eşitmə qabiliyyətini itirib. Allahdan ona tezliklə şəfa diləyirəm. İnşallah ki, bir çarəsi tapılar və ortada küllü miqdarda o qızı qaldırmaq üçün ayağa ziyan zərər var. Həmçinin də ölən insanın valideynləri də dəfn də özləri eləyib, hər şey özləri eləyib. Bu müddət ərzində özlərinin dediklərinə görə Arzum bir dəfə də olsun nə üzrxahlığa gəlməyib, nə qapıya gəlməyib. Onlar da indi yaralı insanlardır, uman yerdən küsəllər. Mən bilmirəm nə səbəbi belə olubdu. Bəlkə Arzunun öz arqumentləri var. Bəlkə Arzu özünü günahkar saymır ki, üzrxahlığa gedə. Bəlkə Arzu deyir ki, mən axı arxada gələn mən deyildim. Mən vurmamışam axı heç kimi. Bəlkə o qəbul eləmir ki, o təhrik edib birini üzr istəyirəm qəzaya. Bəlkə onları qəbul eləmir. Mən onu deyə bilmərəm. Və eyni anda da TikTokda Almaniyada yaşayan soydaşımız Elman adlı bir gözəl insanla tanış oldum. Onunla görüntülü danışma şansımız oldu. Uzun müzakirə etdik. Məlum oldu ki, necə mən tam təmənnasız arzumu müdafiə eləmişəm. Mən arzumu müdafiə eləməmişəm. Mən davamlı qabağıma çıxan videolardan gəldiyim qərarı ifadə eləmişəm. Və kimsənin qəlbinə dəyməkdə niyyətim heç vaxt olmayıbdır. 2 balam var, ikisi də sükan arxasındadır. Heç kimə pis gün arzulamıram. Bugün o dünyasını dəyişən balamızın anasının yaşadığı hadisəni daha da heç düşmən yaşamasın. Bir ananın 5 aylıq oğlu ölə, balası ölə bilər. Oğlu deməyim, ayrı seçkili eləməyim. Bir ananın da 20 yaşında oğlu rəhmətə gedə bilər. İkisi də oğuldur, amma nədənsə 5-6 aylıq uşağı itirən ana elə 3-4 aydan sonra yeri gəlsə qırmızı da geyinir, unudur da yavaş-yavaş sakitləşir. Amma 21 yaşında, 20 yaşında, 25 yaşında gəncin anası ömür boyu başından qara yaylığı çıxartmır. Niyə? Ölən ikisinin də balası ölüb. Niyə? Birinin yarası səngimir, sağalmır, birinin yarası tez sağalır. Ortada bir əmək var. İnsan əməyinə yanır. Böyüdürsən, barını dərəndə Allah onu səndən alır. Bu da bir özünə məxsus bir üsyandır. Mən onların hər ikisini anlayıram. Arzu niyə belə edib, niyə getməyib, niyə könüllərini almayıb, orasını da bilmirəm. Bəlkə özünü günahkar saymır. Bəlkə haqq ədalətlə ona görə davam edir ki, mən sübut eləmək istəyir hamının qarşısında ki, mən bu cinayəti eləməmişəm, mən heç nə eləməmişəm, mən heç kəsi vurmamışam. Yəni bəlkə əlində elə bir kadr var, elə bir kamera görünsə, mən burasını bilmirəm, yenə deyirəm. Anadan da soruşdum, anaların hər ikisinin dediyi sözlərdən məlum oldu ki, arxadan gələn rəhmətliyin maşını olubdu. İndi Arzum onları çaşdırıb, sola dönün işarəsini, işığını yandırıb, sonra son anda dönmək istəyib, çaşdırıb, neyniyib, orası tam da dəqiq deyil. Nə də heç kimin ahını almaq niyyətim yoxdur. Çünki mənə Elman adlı bir qardaş ki, zəh vurdu, danışdıq. Gördüm ki, o da mənim kimi təmənnasız. Sırf necə ki, mən baxmışam, videodan təsirlənmişəm. O da videodan təsirlənir, haqqını tələb edir. Tək ondan incikliyim o idi ki, Elmanla. O deyir ki, bəs Arzum güyəmiş ki, varıdır deyə mən onun müdafiəsinə qalxmışam. Mən dünyada özümdən varlı insan tanımıram. Allah, elə oğlanlar var ki, onlara 5 milyon, 3 milyon pul verir, bir obyekt alır, heç ayda oradan nə bilim 5 min götürə bilmir. Amma Allah mənim düz ürəyimin başına təmənnasız bir obyekt qoyub ki, sənətkar bir gün ortaya can acqalar, ondan sonra onu xalq dolandırar. Allah mənə təmənnasız obyekt qoyub, oradan xəşləyirəm. Allah balalarımı böyütməyə ruzu verir mənə. Mən inanmıram ki, Arzum məndən zəngin olsun. Bu belə də düşüncə yanlış düşüncədir.
və hamı məni tanıyır ki, ömrü boyu mən zərər çəkənin yanında olmuşam. Və bu mövzuda da zərər çəkən təbii ki, oğul itirməkdən ağır zərər yoxdur. Oğlunu itirən, qızının qulaqlarının eşitməsini itirən analar da zərər çəkənlər. Amma bu zərəri Arzu mu verib, onu bilmirəm. Çünki məni axtarmayıb Arzu, mesaj da yazmayıb, zəng də eləməyib. Ümumiyyətlə Arzu adında bir insanı şəxsən tanımıram. Çıxışım mövqeyli değildi, ümumi bu PR kimidir, ona müraciət idi. Xalqın fikri də deyildi. Ümumi PR kimidir, ona müraciət idi ki, yəni o PR edən insan da bilməlidir ki, avtoqəza dünyanın ən məsum cinayətidir. Hətta zindanda belə soruşurlar avtoqəza, o adama çox artıq əski söz demirlər. Çünki bilə-bilə qəza eləməyib. Olub hadisədir. Niyə getməyib o qapıya? Niyə könül almayıb? Anaların dediyinə görə niyə üzrxahlıq eləməyib? Bilmirəm. İnşallah ki, məhkəmənin sonunda yəqin Arzu da bir dillənər, haqqını sovunar. Çünki bu qədər xalq onun üstündədir. Allah hamıya kömək olsun. Əgər qəlb qırmışamsa, ürəkdən deyirəm, məni bağışlayın. Qəlb qırmışamsa. Amma mən qəlb qırmaq üçün video çəkməmişəm.